Qarpız neçədir? Seçin götürür. Harandır ki bu? Sonra otur İskender. Ağ gilas neçədir? Ağ gilas. Kaset 2 manat. Torbanın biri 5. 5. Cücələr neçədir? Bura bax qarpızı çıxır. Dubai bazarında. Yağlı. Göğsünə boyladı. 20 O nədir la? Ağ ərikdir, o da 50 qəpiyə. 50 qəpik. Nə Nədir? deyirlər onun adını bilmirəm. Bu neçədir kilosu? Əriyi neçə verirsiniz də? Yekə neçədir yekə pantoda? Bunlar 40 qəpiyyədir. Pendə neçədir bu? Hə, kilosu 30 qəpiyə düşür o. Salam, hər vaxtınız xeyir olsun. Bu günlər Dubai bazarına gəlmişəm. Gəncədə Dubai bazarı. Bazarı gəzəcəm, qiymətlərlə tanış olacağım. 50 qəpiyə ərik var. 50 qəpiyə gavalı. Sonra 50 qəpiyə var alça. Qardaşım bunlar neçədir? Şəlle satmışım 2 manat. 2 manata çiyələklər var belə Dubai bazarında. 2 manatdır. Qardaşım kilosu neçədir bu? Çiyələk. 2 manatadır belə. 2 manata. Armuddur, cavava, angelika. Bu armud neçədir? 2 manata. Və şaftalı? Şaftalı 1.50-yə. Ağ gilasdır bu da. Ağ gilas neçədir? Ağ gilas. 3.50-yə ağ gilas. Əriklər də var belə. Əriyi neçə verirsiniz də? 70'e, 1.70'e, 1.70? Bəli, bəli. Bu gilas? Bu gilas 6 manat. Sonudur. Tuş olmuyor gibi. Bu neçədir kilosu? 50 lira. Turş olma. Çiyələk, şaftalı, ərik. Dubai bazarında. Bu şaftalı neçədir? Şaftalı. 3'ə, 3 manata. Sonra belə cavallar var. Cavalı. Xırda neçədir bu? Xırda. Kaset 2 manat. 2 manata kasaydı deyil. Bu. Bu neçədir? 70 lira. 70 qəpik. Kilosu 70 qəpik. Sonra böyle cavallar var. Bunlar da şəftəllərdir. Qardaşım bunlar neçədir? 1 manat. Kilo ilə vermirsiniz ha? Kaset. Onu da kasetlə, kilo ilə yoxdur. Alça neçədir? Bu torbanın biri 5 manat. 5 manata. 30 qəpiyə. Hə, kilosu 30 qəpiyə düşür o. Ha? 30-a düşür də kilosu. Hadi 12 manat. 12 kilo. Öyle onda oradan. Ha, hadi. Bunlar neçədir? Biraz da Yay alması neçədir? Yay alması. 1.50. Qaraqat neçədir qaqa? 4 manata. Bu kilosu neçədir? Kilosu. Zəhbə ben gelip kendi turayı alım. Buyurun. İçeride. Ha? 20.
1.20. 1 manat 20 qəpik. Buyurun. Belə şeyə görə alıram. Gəzə-gəzə yeyirəm ona görə. Sağ olun. Qardalı neçədir qardaşım? 70 qəpik. Bu lobya neçədir dayı? 2 manat. Bu ikisi bir oldu. 2'ye 1 olsun. Şəmkirdir? Şəmkirdir. Burası qatır, pendi. Pendi neçədir bu? 50 var. 6'ya 8'de. Abi taytaqda neçədir? 70 qəpik. Ha bunlar? Onlar da iyi. 70 qəpik. Şəmkirdir? Şəmkir. Böyük bazar da ha. Parakəndə Optoboy. Uzandıqca uzanır. Burada frozen pomidor var da. Abi xiyarın kisəsi neçədir bu? Meliklər. Meliklər neçədir? Tikanlı? 4 manata. Bu şiş burunlar neçədir qardaş? 60 qəpik. 60. Qardaşım bunlar neçədir? Onlar 40 qəpik. 40 qəpik. Şey, pomidor 40 qəpik. Balacaları 40 qəpikdir belə. Bu yekə neçədir yekə pomidorlar? 40 qəpik. Bunlar 40 qəpiyə Ha, bunlar da? Şəmkir. Bu neçə versən qardaşım birinci? 40? 30'a? Bu 40'dadır, son odur. O da 30 qəpik. Qarpız neçədir? 80 qəpik var. Harandır ki bu? Sonra olsun, üç kəndinin. 80 qəpik. Ne kadar istiyor? Sabirabat qarpızı çıxır. Dubai bazarında 80 qəpik. Şey aldım ben. Neçədir qardaşım qarpızda? 80 qəpik aldım. Sabirabatdır. Ben orijinal. Kabaçka neçədir dayı? Ne? Kabaçka. 50 mi? Var burada. Bu Robiya neçədir? Neçə? 150. Qardaşım lobiyalar neçədir? Lobyalar 1 manat 50 qəpik var. Kapsas yanında yer lobyası 1 manat. 1 ona, 1.50. Ha koydusu. Ha koydusu. Ama yok o niye koydun? 18 manatdır kömürün meşə. Topdan bazardır da, bura böyük bazardır, bu pərakəndədir də. Müxtəlif yerlərdədir. Qarpızdır, soğan, kartoşka, ərik. Nöqtə-nöqtə yerlərdədir yəni ki. Bir hissəsi bu tərəfdə, bir hissəsi digər hissədə. Onu almışam 1 olsun da. Bunu almışam 40 qəpik. Qəşəng mallar var. Sarımsaq neçədir? Sarımsak bendəkiler 4 manat, 5 yukarıda Hə, 4-ə 5-ə. Kökün meşoda 12 manatdır. Qarpız da çıxıb yəni ki. Qəşəng qarpızlardır. Şimdi çiçəklər neçədir? 3.20. Yapon əziyi. Yapon əziyi. 450 gətirəm. Yapon Yapon əziyi. Yapon əziyi. 450 gətirəm. Dubai bazarında şəftəli, əziyi. Biber neçədir da? 12 kilo uzatıyor. Bağladan qayla. Ne bildim ama söyle. Bu Hə, 7'si 1000. 2 manat 50 qəpiyə də belə yekə ağ ərik. Yekə bazardır yəni, hər şey var burada. Pomidor 50 qəpik. Pomidor 50 qəpikdir bura. Bunlar her dedi. 50. Bunlar Bunlar da 80 qəpiyə də. Şəmkirdir bunlar. Bazarın. Olsa videonu beğenin, şəhərdə şəhərizi bildirin. Hava çox istidir. Hardasa 30 dərəcə isti var. 30 dərəcə isti var. Sizin üçün qəşəng video hazırlayacağım. Dubai bazarından. Buna görə videonu beğenin, şəhərdə şəhərizi bildirməyi unutmayın. Kanala abunə olun. Bankək, turşu, kompot bağlamaq üçün yayda. Bankalar, qapaqlar. 8 dənəsi 1 manat, 12 dənəsi 1 manat, 14 dənəsi 1 manat, 10 ədədi 1 manata. Və balonlardır.
Cücələr də var burada. Cücələr neçədir? 70 qəpik cücələr. Bura niyə Dubai bazarı deyirlər ki? Ha, yok pas maraqlı gəldi mənə. Dubai bazarı. Dostlar videomu beğenin, şərhlərdə fikrinizi bildirin, kanala abunə olun. 15 qəpiyə. 15 qəpiyə, 15 qəpiyə. Hacı, 3 kiloyluqlar neçədir bankelər? 3 kiloyluq bankelər. Ha. Başqası 5 manat 50 qəpik. Başqası o bankanın 5 manat 50 qəpik. 8 də var. Ha, 5 manat 50 qəpiyə. Bu bankelərdir. Abi kiloluk bankalar neçə 5 manat 50 qəpiyə. $5.50'dir bu bankeler. Çoğulu bankalar 5.50. Dostlar oturdum kafede, yani ki kutab verilen kafede. Elə bildim ki kutab balacadır. Bakıdakı kimi də. 2 dənə sifariş verdim. Ama burada 1 manat 20 qəpiyə belə yekə kutabdır. 1 manat 20 qəpiyə. Bir manat 20 qəpiyə. Nəhəng kutab. Bu da Gəncə kutabıdır. Yağlı. Görsün nə boydadır. 1 manat. Sağ olun. Kitabın da içərisi Gəncə kutabı. Pendirli, şorlu kitabı bu cür. Yəni Gəncəyə gəldisə, bu kitabı da yeməsən, yeməmiş getməyin. Birini yedim ki, məni tutdu, doydurdu. Elə bildim balacadır. Yəni Bakıda balaca olur, sifariş. 2 dənə kitab sifariş verdim, 2 dənə də piraşki. Bir dənə kitabı yedim, doydum yəni ki. İçi şorlu, pendirli, bir də göyərtildi. Birini yedim, doydum, bunları yərən ki paket verəcəm. Buradan dostlar 11 nömrə ilə gedəcəm şəhərin mərkəzinə, molun yanına. O videomda növbəti buraxılışda paylaşacağım. Hələlik dostlar, videomu bəyənməyi, kanala abunə olmağı, şərhlərdə fikirlərinizi bildirməyi unutmayın. Növbəti şəhər gəzintisi videosunu bu videodan sonra paylaşacağım.